Demək, axşamınız bir daha xeyir olsun. Biz bugün sizinlə time test toplusundan vejetativ orqanların, yəni müzakirəsinə baxacağıq. Yəni vejetativ orqanlara aid bu testləri gəlin başa düşməyə çalışaq. Birinci sual. Bitkinin hansı orqanları vejetativ orqan hesab olunur? Bitkinin çoxalmasını təmin edən orqanlar. Yox. Bitkinin həyati vacib funksiyasını yerinə yetirən orqanlar. Bəli, B variantı. İrsi xüsusiyyət olmaz, tozlanma, mayalanmanı olmaz. Bəli, 1, B bəndi. İkinci, hansı funksiyanı bütün köklər yerinə yetirmirlər? Deməli, bitkini torpağa bərkitmək, dayaq rolunu oynamaq, yeraltı qidalanmanı təmin etmək, su və mineral maddələri zoğlara ötürmək, ehtiyat qida maddələri toplamaq heç də bütün köklərin funksiyası deyil. Kök, gövdə, yarpaq bu üç vejetativ orqanın əlaqəsi haqqında hansı fikir doğru deyil? Deməli, adətən gövdə kökdən sorulmuş maddələri yarpaqlara çatdırır. Kök borucuqları ilə yarpaq borucuqları arasında heç bir birbaşa əlaqə yarana bilməz. Mən güman edirəm budur. Gövdənin yarpağı kökün fəaliyyətini sürətləndirir. Bəli. B variantı. Heç bir birbaşa əlaqə yarana bilməz məsələsi yanlışdır. Sual işarəsinin yerinə yazıla bilər. Transpirasiya, qaz mübadiləsi, ehtiyat su orqanı, bir də fotosintez. Deyək, söhbət yarpaqdan gedir. Yatmış tumurcuqlar bir neçə il sakitlik halı keçirən təpə tumurcuq olmaz. Qoltuq tumurcuqları olmaz. Deməli, yatmış tumurcuqlar bir neçə il yan tumurcuqlardır. Yəni, yan tumurcuqlar götürülür burada, C bəndi. 6-cı suala baxıram. 6-cı sualda bizə deyir, Euler-Venn diaqramında vejetativ tumurcuq və generativ tumurcuğun hər ikisi üçün ümumi olmayan, yəni ümumi olmayan, ikisi üçün də uyğun gəlməyən bizdən variantı istəyir 6-cı sualda. Üzəri pulcuqlarla örtülüdür hər ikisi. Düşey malında zoğ başlanğıcı, gövdə başlanğıcı ikisində də olur. Düşey malında tumurcuq başlanğıcı da olur. Təpə tumurcuğunun başlanğıcı olur, bu vejetativə aiddir. Ona görə Y variantı götürürəm. 7-yə baxıram, 7-də bizə deyir, şəkildə verilmiş zoğun uzanmasını təmin edən meristem hansı rəqəmlə işarələnmiş hissəyə yaxın yerləşir? Belə deyək, meristem toxuması uc nöqtələrdir, ona görə birincidir. Uc nöqtələrdir, ona görə nədir? Birincidir. Sonra 8-ə baxıram. İki yarpaq saplağının birləşdiyi yer arasında zoğ hissəsindən inkişaf edə bilməz. Yan tumurcuq, yatmış tumurcuq, əlavə kök, qoltuq tumurcuğu, vejetativ tumurcuq. Demək, iki yarpaq saplağının birləşdiyi yer arasındakı zoğ hissəsindən inkişaf edə bilməz. İki yarpaq saplağının birləşdiyi yer arasındakı zoğ hissəsindən. Bu olar qoltuq tumurcuğu. Qoltuq tumurcuğu. 9-da bizə deyir ki, gövdənin hansı rəqəmlə işarələnmiş hissədə deyək nədir? Gövdə qatları vejetativ orqanlar arasında əlaqəni təmin edir. Deyək ki, gövdə qatları, şəkil biraz vejetativ orqanlar arasında əlaqəni təmin edir. Şəkilimiz biraz yaxşı deyil əslində. Demək, vejetativ orqanlar arasında 3 və 6. Söhbət bu, yəni su borularının getdiyi yerdən gedir söhbət. Sonra D variantı deyəcəm. 10-cu suala baxıram.
10-cu sualda bizə deyir, çoxillik ağac bitkisinin gövdəsində özək şüalarının olmasına daha çox hansı qatların hüceyrələrinə ehtiyac vardır? Özək şüalarının olmasına. Deyək, kambi flaema, oduncaq qabıq, kambi mantar, oduncaq və flaema qatlarında daha çox özək şüalarının olmasına ehtiyac var. 11-də deyir, gövdə qatlarını təşkil edən toxumalar haqqında hansı fikir nədir? Yanlışdır. 11-də deyək, gövdə qatlarını təşkil edən toxumalar haqqında çoxillik ağac bitkisində qabıq qatını təşkil edən hüceyrələrin əksəriyyəti ölü hüceyrələrdir. Aha, düzdür. Oduncaq qatı bütün bitkilərə yalnız ölü hüceyrələrdən təşkil olunmuşdur. Yəni, bütün hüceyrələrdə, bütün bitkilərdə ölü hüceyrələr fikri yanlışdır. 12-yə baxıram. 12-də deyir ki, ötürücü toxuması var, əsas toxuması var, mexaniki toxuması var, örtük yoxdur. Söhbət oduncaqdan gedir. 14-də bizə deyir, sual yoxdur ki, müəllimlər. Müəllimlər, sual yoxdur ki. Xeyr, müəllim. Hər şey qaydasındadır. Gözəl. Bəli. Mizana, hər şey qaydasında qızım. Samirə. Bəli, müəllim. Sonra Məhbubə. Hər şey qaydasında. Əla. 13-cü suala baxıram. Belə bir qrafik verirsə bizə, deyək ki, kombinin fəaliyyətidir. Biz bilirik ki, kombi fəaliyyəti yazda sürətli olur. Yazda, bu da 3 də nədir? Payızdır. Bir yazdır. 3 deyək nədir? Payızdır. Yəni, bunun haqqında hansı nəticəni çıxar? Bitki mülayim qurşaqda yaşayır, ola bilər. İkinci yay fəsli kombinin fəaliyyətini əks etdirir, ola bilər. Yay fəslidir. Yəni, baş hərflərin yazaq. Biraz yazımız yaxşı düşsün. Yaz, yay və payız. Kombi bütün fəsillərdə aktiv deyil, bəli, doğrudur. Bu bitki enli yarpaqlı, yazda kombinin aktivliyi payızdan çoxdur, aydın məsələdir. Bu bitkinin 100% enli yarpaqlı bitki olmasını biz söyləyə bilmərik. Ona görə 13-cü sualda D variantıdır. Gözəl qrafikdir. Baxırıq 14-də. Kombi qatı bilirik ki, gövdənin eninə böyüməsini təmin edir. Gövdənin eninə böyüməsini təmin edirsə, bunu 2 dənə istiqamətli oxla göstərəcəm. Doğru cavab D variantı. 15-ci suala baxıram. 15-də deyir ki, bizə 5 rəqəmi ilə işarələnmiş hissə. Hissədən nə hansı rəqəmlə göstərilmiş hissə inkişaf edə bilər? Bir dəqiqə. 5 rəqəmi ilə işarələnmiş hissədən inkişaf edən köklər daha hansı rəqəmlə işarələnmiş hissədən inkişaf edə bilər? Deməli, bu marasıdır, zoğ üzərindədir. Yəni, gövdədən inkişaf edən, yəni söhbət əlavə köklərdən gedir. Əlavə kök bir də hardan inkişaf edər? Demək, yarpaqdan da əlavə kök inkişaf edir, bəli. 3-dən inkişaf edəcək. 3-dən inkişaf edəcək. Demək, növbəti suala baxıram. 16-cı suala baxıram. 16-cı sualda şəkildə gövdə hissələrindən hansının yeri düzgün verilməmişdir? Deyək ki, hansının yeri düzgün verilməmişdir? Mərcimək, liflər, mantar, dəricik, flaema, özək. Demək, bizə burada deyək ki, bizə burada gövdənin yenə en kəsiyidir bu. Mantar, dəricik. Düzdür bu. Bu qabıqdır. Demək, mantar, dəricik. Bu qabıqdır.
Mərciməklər də qabıqdadır. Bir dəqiqə. Mantar, dəricik bir qədər, bir də qırmızı xətt çək. Dəricik qaldı, mantarlaşdı. Deyək ki, ələyə bənzər bu kislemadır. Düzdür yeri kislemanın. Sonra liflərdir, düzdür. Mərciməkdə düzdür. Kislema, liflər, mərcimək olan yerləri çıxsam. Aydındır mı? Deməli, dəricik, mantar, oduncaq. Flaemanın da yeri düzdür. Hə, ona görə B variantı. Aydındır mı? Biraz bu şəkillər rəngsizdir. Amma görünür dərslikdə bizə verilən şəkillərdən ibarətdir. 17-də bizə deyir. 17-də bizə deyir ki, yenə şəkilə əsasən düzgün olmayan mülahizəni seçin. 1, 2, 3. Deməli, burada bu ələyə oxşar borulardır. Bu isə nədir? Kislemadır bizə verib. Kislemadır bizə verib. Ona görə də əziz dostlar, ələyə oxşar və kislemadırsa, 6-ya maddələr birbaşa kökdən daxil olur fikri doğrudur. Bəli. 6-ya maddələr birbaşa kökdən daxil olur fikri doğrudur. 4 ilə 6 eyni funksiyanı yerinə yetirir. 4-də, yəni burada su boruları da verib, bəli. Demək, doğrudur. 5 ilə daşınan maddənin əmələ gəlməsində 6 ilə daşınan maddələr istifadə olunur. Yəni 5 ilə daşınan maddələr, yəni üzvü maddələrdir ki, onların əmələ gəlməsində bilirsiniz ki, su və mineral maddələr, yəni tutaq ki, karbon, yəni su daxil ola bilər, yəni su istifadə olunur üzvü maddəsinin alınmasında. 7 ilə işarələnmiş borular 2-nin tərkibinə daxildir. Bəli. Bütün bitkilərdə 1-in hüceyrələri 7 ilə daşınan maddələrin sintezində rol oynayır. Bu qabıq hissədir, ona görə doğru cavab, doğru olmayan cavab Y götürəcəyik. 18-ci suala baxıram. 18-ci sualda bizə nə deyir? Yarpaqların hansı hissəsi bütün yarpaqlarda mütləq olmalıdır? Yarpaqların hansı hissəsi bütün yarpaqlarda mütləq olmalıdır? Saplaq olmayan yarpaqlar var. Yarpaq altılığı olmayan var. Və yarpağın mütləq aya hissəsi olmalıdır. Yarpaq nə zaman barmaqvarı mürəkkəb yarpaq adlanır? Demək, yarpaqlar saplaq boyunca tək yarpaqlar bitərsə yox. Yarpaqlar uzun. Saplaq üzərində bir neçə yarpaq ayası olarsa, saplaq üzərində bir neçə yarpaq ayası yox, yarpaqlar saplağın ucuna yaxın yerləşərsə, yəni biz barmaqvarı yarpağı biz belə desək, saplağın bəli ucuna yaxın yerləşərsə fikrinə gələ bilərik. 20-ci suala baxıram. 20-ci sualda bizə deyir, yenə sxemə əsasən düzgün mülahizəni seçin. Mürəkkəb yarpaq, barmaqvarı, lələkvarı və üçər. Yəni barmaqvarı, bu lələkvarıdır ki, burada da birinə tək lələkvarı deyəcək, digərinə cüt lələkvarı deyəcək, cavabını da ona uyğun seçəcəyik. Deməli, 21-ə baxıram. Cədvələ əsasən X, Y, Z bitkisində yarpaq düzülüşünün formasını ardıcıllığa uyğun müəyyən edin. 21-ci sualda bizə deyir ki, deyək ki, yarpaq ayasının formasını ardıcıllığa uyğun düzməmizi istəyir bizdən. Deməli, burada biz nəyə fikir verəcəyik? Buğum sayı A-dır, yarpaq sayı B-dir. Deməli, X bitkisinin buğumlarının sayı A-dır, buğum sayı A-dır, buğum. Yarpaq sayı B-dir. Növbədir. Buğum sayı A-dır, yarpaq sayı B-dir.
Niyə? Növbəli ola bilməz. Əgər buğum sayı ilə yarpaq sayı bərabər olsaydı, bu növbəli ola bilərdi. Elə bu yazılışdan biz ilk başa düşdüyümüz odur ki, bu yarpaq düzülüşü növbəli deyil. Razısınız müəllimə? Bəli, bəli, razıyam mən. Keçdim mi Y-ə? Bu topa Y-də düzülür. bizə deyir, buğum sayı B-dir, yarpaq sayı 4A-dır. Bu da növbəli deyil. Topadır. Topadır. Z-də deyir ki, buğum sayı A-dır, yarpaq sayı da nədir? 2B-dir. Buğum sayı A-dır, yarpaq sayı 2B-dir. Mən buna deyərdim topa. Topa. Düzdür. Əgər buğum sayı A məsələn 1 idisə, bunun bir buğumu var idisə, B də deyə 2-dir. 2 yarpağı var. Bu onda qarşı-qarşıyadır. Onda bunun 2 buğumu varsa, 2 buğumu, 2 buğumdan 4A, 4 yarpaq çıxır. Deməli, bu da qarşı-qarşıyadır. Bu da qarşı-qarşıyadır. Aydındır. Bu A'dır, buğum sayı A'dır. Yarpaq sayı 2B'dir. Bu isə topa oldu. Qarşı-qarşıya, qarşı-qarşıya və topa həmin o variantı seçəcəksiniz. Deməli, doğru cavab olacaq bizdə nə? B variantı. B variantı. Deməli, 22-yə baxıram. Bu oldu B variantı. Hansı xüsusiyyətinə görə yarpaqları qruplara ayırmırlar? Saplaq Çok uzun üzərində süre müəllim. ayağının sayına görə ayrırlar. Formasına görə ayrırlar. Zoğ üzərində düzülüşünə görə damarlama. Saplaq sayına görə elə bir anlayış yoxdur. Baxıram 23-cü suala. Necə? Geçməmiş 21-ci suala bir də təkrar baxaq mı? Böyük məmnuniyyətlə. 21-ci suala. Vacib deyil bugün bunun hamısını qutaraq. Müəyyən bir 50 dənəsini bugün işləyək, 50 dənəsində bir başqa vaxt işləyərik. 21-ci suala. Müəllimə bax, bitkilərdir. X, Y, Z-dir. Düzdür. Mən deyirəm bura buğum sayı. Burada deyirəm yarpaq sayı. Və burada da verib bir buğumda olan yarpaq sayı. Buna A deyir, buna B deyir. Buğum sayı ilə yarpaq sayı fərqlidirsə, mən birinci deyirəm ki, bu bitkinin yarpaqlarının gövdə üzərində düzülüşü növbəli deyil. Oldu mu? Ya qarşı-qarşıyadır, ya topadır. Amma ikinci bitkidə buna verib B, buna verib 4A. Düzdür? Burada verib A və 2B. Oldu. Mən deyirəm ki, məsələn, A-ya 1 deyirəm, B-yə 2 deyirəm. Əgər bir dənə buğumu varsa, 2 yarpağı var. Deməli, bu qarşı-qarşıyadır. Düzdür? B-yə 2 demişdim. 2 dənə buğumu varsa, A-nın da qiyməti buyurdu. 4 vur 1, 4. 4 dənə yarpağı var. 2 buğumdan 4 yarpaq olur, yenə qarşı-qarşıyadır. A 1'dir, bu da 2'dir. A 1, bu da 2 vur 2, 4. Bu mütləq topa düzülüşdür. Ona görə qarşı-qarşıya, qarşı-qarşıya və topa düzülüşü seçəcəksiniz. Sual var mı? Xeyr müəllim, çox sağ olun. Buyurun, buyurun. Biz neçən suala baxırdıq sizinlə? 23-cü suala. 23. 23. Sxemdə göstərilmiş yarpaq damarlanması aşağıdakı bitkilərdən hansında rast gəlinər?
İri damarlar bir nöqtədən ayrılır. Damarlar ayağını tor şəklində əhatə edir, yox. İri damarlar paralel yerləşib, yox. Mərkəzi damar seçilir. Deməli, burada hansı damarlanmadan söhbət gedir? Qövs şəkilli deyil. Hə? İncitsək bağa yarpağı. Bəli, təşəkkür edirəm. Növbəti suala baxıram. 24-də baxıram. Aşağıda şəkildə 3-4 rəqəmli işarə hüceyrələrdə hansı proses baş verməz? Üçüncü isə sütunvari toxumadır. Dördüncü isə süngərvari toxumadır. Düzdürmü? 3 sütunvaridir, 4 süngər. Qeyri-üzv maddələrdə üzv maddələrin sintezi olacaq. Klorofil var. Monomer və polimerlərin sintezi olacaq. CO2-nin mənimsənizi olacaq. Sitokiniz. Ötən dərsimizdə də baxmışdıq bu suala. Cavab sitokiniz. 25-ci suala baxıram. Süngərvari toxumanın hüceyrələrinin qeyri-düzgün formalı olmasının əhəmiyyəti nədir? Bəli. Deməli, süngərvari toxuma hüceyrələrinin qeyri-düzgün olması, onlar arasında boşluqlar olur, ora hava da olur. Su buxarları toplanır. Ona görə B variantıdır. 26-cı. Yarpaqda hansı toxuma azlıq təşkil edir? Örtük var, ötürücü var, parenxim var, törədici toxuma olar. Deməli, 27-yə baxıram. Aşağıdakılardan hansı yarpağın borulu lifli topalarının funksiyası deyil? Yəni, borulu lifli topalarının funksiyası deyil. Torpaqdan daxil olmuş suyu sütunvari və süngər parenxim hüceyrələrinə çatdırmaq ola bilər. Fotosintez zamanı əmələ gəlmiş üzvü maddələri gövdəyə ötürmək ola bilər. Yarpaqda əmələ gəlmiş metabolik suyu xaric etmək, yarpaqdan suyun xaric edilməsi. Yarpaqdan suyun xaric edilməsi topaların funksiyası deyil. Ağızçıq hüceyrələri haqqında hansı fikir doğrudur? 28-də. Eyni yarpaqda həm alt, həm üst dərəcədə ola bilməzlər. Yox. Əsas funksiyası qapayıcı hüceyrələr qapalı olarkən adətən qurğuya yaşayan bitkilərdə alt, su bitkilərində isə üst dərəcəyində yerləşirlər. Bəli. Bəli, belədir da. Məsələn, Viktoriya su zambağında deyirik ki, ağızçıqlar yarpağın üst dərəcəyindədir. Qalan əksər bitkilərdə nədir? Alt dərəcədədir. 29-cu da gözəl qrafikdir. Transpirasiyasıdır və transpirasiyanın ümumi sxemindən söhbət gedir burada. Aylar üzrə verib, həftənin günləri üzrə verib transpirasiyada. Yəni, bir həftəlik müddətdir, 7 gündür. 7 gündür. Və deyir ki, hansı nəticəyə gəlmək olar? Görürsünüz, transpirasiya fərqlidir. Əyri xətlə gedir, temperatur eyni ola bilməz. Ağızçıq hüceyrələr 4-cü gün daha çox açıq vəziyyətdə olub. 4-cü gün maksimumdur da, bəli. 4-cü gün maksimum olduğu üçün, bəli, transpirasiya daha sürətli gedib, ağızçıq hüceyrələri açıq olub. Bəli, bu nəticəyə gəlmək olar. 30-cu suala baxıram. 30-cu sualda deyir, sütunvari toxumanı necə adlandırmaq olar? Ehtiyat, toplayıcı toxumada adlandıra bilərəm. Çünki burada fotosintez prosesi gedir. 31. Hansı funksiyanı yarpağın bütün canlı hüceyrələrinə aid etmək olar? Mən üzr istəyirəm, Bəli. üzr istəyirəm. 30-da desən olmaz dedim, yəni onları deyil. Adlandırmaq olmaz. Olmaz. Sütunvari toxumanı necə adlandırmaq olmaz. Bəli.
Mən səhv oxudum onu, bəli. Ehtiyat toplayıcı toxumu adlandırmaq olmaz. Bəli, fotosintez zaten gedir orada, fotosintez edici toxumadır. Deməli, 31-də hansı funksiyanı yarpağın bütün canlı hüceyrələrinə aid etmək olar? Düzdürmü? Tənəffüs olar da burada da. Tənəffüs. Fotosintez, transpirasiya, tənəffüs, nəqliyyat. Yarpaq dərici hüceyrələri ilə insanın, deməli 31-də oldu C variantı, tənəffüs. 32-yə baxıram. Yarpağın dərici hüceyrələri ilə insanın gözünün buynuz qişası arasında hansı ümumi xüsusiyyətlər var? Yarpağın dərici hüceyrələri ilə insan gözünün buynuz qişalı ilə işıq şüasını sındırmaq insan gözünün buynuz qişasına aiddir. Yarpağın dərici hüceyrələrinə aiddirmi bu? Aiddir. Şəffaflıq, işığın daxilə keçməsini təmin etmək. Qaz mübadiləsi yarpağa da aiddir. Bunların 4'ü yarpağa da aiddir. Amma gözün buynuz qişasına bu 3 dənə aiddir. Ona görə 3'ünü götürərəm. 32, 3 dənəsini götürərəm. Növbəti suala baxıram. 33. Transpirasiya prosesinin əhəmiyyətinə dair hansı fikri söyləmək olmaz? Fotosintez üçün yeni mineral maddələrin daxil olmasını təmin edir. Suyun artığı ifrazat, mineral duzlar və zərərli maddələrin xaric olmasını təmin edir. Yarpaq səthinin təbiətdə suyun mineral duzlar və zərərli maddələrin xaric olmasını təmin edir. Transpirasiyaya aid edə bilməzsiniz. 34'də baxıram, gözəl testi. 34'də bizə nə deyir? Yarpaqlarda ifrazat prosesinə dair uyğunluq hansı variantda düzgün verilib? Transpirasiya, qutasiya, xəzan. Su ilə birlikdə duz və digər zərərli maddələr xaric olunur, bu qutasiyadır. Bayaq transpirasiya ona görə aid etmədik. Sonra, yalnız suyun artığı xaric olunur. Bu transpirasiyadır. Zərərli maddələr vakuolda toplanaraq payızda xaric olunur. Bu nədir? Xəzandır. Deməli, yadda saxlayırsınız. Su ilə birlikdə duz və digər zərərli maddələrin xaric olması qutasiya prosesinə aiddir. 35. Bərabər sayda yarpağı olan alma, nanə və oleander bitki zoğlarında cəmi 126 yarpaq var. Bərabər sayda yarpağı olan alma, nanə və oleander bitkilərinin yarpaqlarında cəmi 126 yarpaq var zoğlarında. Bərabər sayda yarpaq olan almada növbəlidir. Nanədə qarşı-qarşıyadır. Oleandrda da nədir? Topadır. Düzdürmü? 126 yarpaq var. Əgər bunlarda buğum sayına x desəm, hər birində. Buğum sayına. Bunların bərabər sayda yarpağını deyirəm. Bərabər sayda yarpaqları olmalıdır. Bərabər sayda əslində yarpaq olursa bunların necə? X almada götürdük. 1x, nanə 2x qarşı-qarşıya düzülüşü, oleander topa düzülüş olduğuna görə 3x-lə götürdük. Çünki maksimum neçə buğum arası olduğunu istədiyinə görə. Bəli, maksimum neçə buğum arası olduğunu istədiyinə görə. Deməli, x, 2x, 3x. 6x bərabər 126. Aha, sonra necə? 126'nı 6'ya bölebilirik. 2 dəfə 6, 12, 1. Cəmi 21. 21 buğum oldu. Düzdürmü? X 21.
neçə buğum arası olduğunu hesablayın. X 21. Deməli 21 dənə yarpaq almadadır. 42 dənə yarpaq nanədədir. 21'i də 3'ə vururam. 63 yarpaq da bundadır. Oleandırda. Düzdürmü? İndi bizdən nə soruşur? Bu zoğlarda maksimum neçə buğum arası olduğunu hesablayın. Deməli 21 buğum var bunun. 21 buğum bundadır. 21 yarpaq. 20 buğum arası onda bunda. Düzdürmü? 21 buğum da bunda 42. Bunları x götürə bilmərik axı. Bunların yarpaqları eynidir. Müəllimə. Buğumları eyni deyil. Yarpaqları eynidir. Ona görə də biz bunları necə hesablamalıyıq? Bunların bərabər sayda yarpaqları varsa, deməli mən ilk növbədə nə etməliyəm? Yarpaqların sayı bərabərdirsə, cəmi 3 dənə bitkidir. Alma, nanə və oleandır. 126-nı bölürəm 3-ə. Oldu mu? 126-nı böldüm 3-ə. 12-ni 3'ə 4, 6'nın 3'ü 2. Hər bitkidə 42 yarpaq var. 42 yarpaq almada var. 42 yarpaq nanədə var. 42 yarpaq da oleandırda var. Onda bunun 14 buğumu var. Onda bunun 21 buğumu var. Və onda bunun da elə 42 buğumu var. Neçə buğum arası olacaq? 41 buğum arası olacaq almada. 20 buğum arası olacaq nanədə. 13 dənə də buğum arası olacaq nədə? Oleandırda. Aydın oldu? Aydın oldu mu? Və bunları toplayacağım. 41, 20, 13. Cəmi Oleandr 74 dənə buğum arası var. Müəllim, oleandrda 12 olmur. 12 niyə olur? En çıx 1. 43'tür. Müəllim, bir buğumda 3 yarpaq olanda 42'ni böldüm 3'ə. 14. 42'ni böldüm 3'ə. Elə də 14. Baxın müəllimə. Bax bir də yazıram. Əvvəl siz x dediniz ondan getdim. Bax fikir verin. Bərabər sayda yarpağı olan alma, nanə və oleandr bitkilərinin zoğunda. Hərəsinin x sayda yarpağı var. Almanın da, nanənin də, oleandrında. Bərabər deyil. 3x bərabər 126. 126'nı 3'ə böləndə neçə düşdü? 126 böl 3. 42. Almada 42 yarpaq varsa 41 buğum arası var. Razısınız? Razısınız mı? Razıyam. Nanədə 42 yarpaq varsa 21 buğum var. 21 buğum və 20 buğum arası var. Və oleandırda da 42 yarpaq varsa 3 yarpaq çıxmayıb. 14 buğum var. 42'ni 3'ə bölürəm. 13 buğum arası var. Və bunları da cəmləyirəm. Cəm edəcək 74 buğum. Oldu mu? 36-cı suala baxıram. 36'da bizə nə deyir? Şagird tumurcuğun quruluşu ilə tanış olduqdan sonra internetdə qarşısına çıxan şəkillər əsasən fikir yürütməyə çalışır. Hansı mülahizəni yürüdə bilməz? Bir vejetativ tumurcuqdur, 2 generativdir. Hər iki tumurcuqda yarpaq var. Necə? C variantı. Yox. Yarpaq zoq tumurcuq həm vejetativdə var, həm generativdə. Generativdə əlavə odur ki, çiçək və qönçə başlanğıcları var. Düzdürmü? Generativdə əlavə odur ki, çiçək və qönçə başlanğıcları. 2-dən inkişaf edən zoq qısa olacaq.
Bir təpə tumurcuğunu necə müəyyənləşdirib? Aydındırmı? 100% əmin ola bilərik ki, bu təpə tumurcuğudur. Yox. Ona görə Y variantı. Baxıram 37-yə. 37-də də yarpağı verib. Sadə yarpaq deyil bu. 38. Şagird şəkildəki yarpaq haqqında məlumatı cədvələ ümumiləşdirmişdir. Müəllim cədvəlin düzgün qurulduğunu qeyd edib. Saplaq üzərində ayaqların damarlanma tipinə görə bu barmaq varidir, mürəkkəbdir. Yarpaqların da damarlanması nə şəklində olacaq? Tor şəkilli. 39-a baxıram. Verilmiş Instagramda yarpaq hüceyrələrinin fəaliyyəti əks olunmuşdur. Instagrama əsasən hansı mülahizəni yürütmək olmaz? A hüceyrəsi, B hüceyrəsi və C hüceyrəsi. Fotosintez, qaz mübadiləsi, maddələr mübadiləsi. A sütunvari toxuma hüceyrəsi ola bilər. Həm fotosintez, həm qaz mübadiləsi, həm maddələr mübadiləsi gedir. C ələyə bənzər boru hüceyrəsi ola bilər. Elə budur da. Bilirsiniz niyə? Ələyə bənzər boruda bəyəm üzvü maddələr yoxdur, fotosintez yoxdur, çəkməyib. Ona görə B variantı. 40-cı suala baxıram. Bir dəqiqə. 39-u müəllimlər. Düz demədik axı biz. 39-da vermiş Instagrama yarpaq hüceyrələrinin fəaliyyəti əks olunmuşdur. Hansı mülahizəni göstərə bilmərik? Ələyə bənzər boruda. Fotosintez getmir axı. O da getmir yazıb da. B süngər toxuması ola bilər, bəli. B ağızçıq hüceyrəsi ola bilər, bəli. C ksilema hüceyrəsi ola bilər. C ksilema hüceyrəsi ola bilər. Ksilema hüceyrəsi olsa, orada qaz mübadiləsi, maddələr mübadiləsi, qaz mübadiləsi. Daşınma prosesi gedir de ben orada. Bəli, bəli. O da olmaz da. fotosintez hücreleri var benim burada. Yox. 40-cı suala baxırıq. Yarpağın quruluşunda hansı uyğunlaşma fotosintez prosesi üçün əhəmiyyətli deyil. Dərdiş hüceyrələrinin sıx yerləşməsi, şəffaf olması, bunlar fotosintezə aiddir. Dərdiş hüceyrələrinin altında hüceyrələrin xloroplastlara malik olması, düzdür. Süngər toxuma hüceyrələrinin qeyri-düzgün formalı olması. Süngər hüceyrələrinin qeyri-düzgün formalı olmasının fotosintezə aidiyyəti varmı? Yoxdur. Ona görə D bəndi 41. Nə üçün kökün böyümə zonası onun uc hissəsinə yaxın yerləşir? 41. Nə üçün kökün böyümə zonası onun uc hissəsinə yaxın yerləşir? Torpağın daha dərin qatlarından su soğura bilsin deyə. Yox, torpağın daha dərin qatlarında mineral maddələr çox olduğuna görə yox. Kök yerin cazibə qüvvəsinə cavab olaraq torpağa doğru böyüdüyünə görə. Bəli. O olar değil mi? Ha? Budur, bəli. Hansı kökü əlavə kök adlandırmaq olmaz? Əgər kök rüşeym kökündən çıxırsa bu əsas kökdür. Gövdə və yarpaqdan çıxırsa əlavə kökdür. Əsas və əlavə kök üzərində inkişaf edirsə yan kökdür. Deməli, gövdə yarpaq çıxdıq, kökün üzərində inkişaf edən kök. Kökün üzərində inkişaf edən kök yan kökdür. Olmaz. C variantı 42. 43-ə baxıram. Kökün hansı zonalarında ötürücü borulara rast gəlmək olar? Ötürücü borulara.
Bölünmədən başqa hamısında olar. Böyümə sorucu, ötürücü. 44'e baxıram əziz dostlar. 44'də bizə nə deyir? 44'də deyir ki, kökün ötürücü boruları haqqında hansı fikir doğrudur? Xilema borularına malikdir, yox. Böyümə zonasında tam formalaşmış olur, yox. Sorucu zonada əmələ gəlir, ötürücü zonada tam formalaşır, yox. Həm floema boruları, həm də borucuqları vardır. Bəli. Bu borularda maddələr yalnız birisi D variantı. D variantı deyəcəyik 44'də. Gəlin baxaq növbəti suala 45. 45 bu deyək kökün en kəsiyinin daxili quruluşu verilib. Deyək oxla işarələnmiş hissə deyək bizə deyir nədir? Oxla işarələnmiş hissə bizdə nə olacaq? Demək endoderma floema ksilemadır da bu. Ksilemadır, borulardır. 46'ya baxıram. 46 gözəl sualdır. 46'da bizə deyir, belə bir qrafik verib. Kökün müəyyən bir hissəsində əmzi tellərin sayı. Kökün A hissəsində cüzeyrlər B və C hissəsində cüzeyrlərdən daha gəncdir, bəli. Böyümə zonasından sonra başlayır yavaş-yavaş əmzi tellər. Bu da sorucu. A, B, C hər üçü sorucu zonaya aiddir. A böyümə, C sorucu zonaya yaxın hissədir. Bəli. Ötürücü zonaya yaxın hissədir. Bəli. Böyümə zonasından sonra sorucu zona gəlir. A deyək, dedik. Böyümə, bəli. Üçü də düzdür bunlar. 46'ya Y deyəcəksiniz. 47'ye baxırıq. 47'də bizə nə deyir? Kökün sisteminin hansı tipinə həm sporlu, həm də toxumlu bitkilərdə rast gəlir? Saçsağlı. Bəli. Saçsağlı. 48'də baxıram. 48'də bizə deyir ki, şəkildəki kökün kök hissəsinin sorucu zonaya aid olduğunu nəyə əsasən deyə bilərik? Əmzi telləri var. Aydındırmı? Əmzi telləri görürük də burada. Baxın, əmzi tel işarə də verib. Əmzi tel çıxıntıları göstərib. Əmzi tel də elə sorucu zonadadır. Elə əmzi tellərə əsasən. 49-cu. Hansı kök növü bitkinin bütün vejetativ orqanlarında müşahidə oluna bilər? Yəni, hansı kök növü? Yan köklərdir da. Kök, gövdə, yarpaq. Hamısından inkişaf edən yan kökdür. Təkrar edirəm. Kök rüşeym kökündən çıxırsa əsas kökdür. Gövdə və yarpaqdan çıxırsa əlavə kökdür. Əsas və əlavə köklərində inkişaf edirsə bu yan kökdür. Deməli, ox işarəsi ilə nəyin hərəkəti göstərilmişdir? Ox bizə nəyi göstərir? Suyun hərəkəti. Mineral maddələr hərəkət edir də, əmzi tellərdir. Buradan da su və mineral maddələr hərəkət edir.